Hər vaxtınız xeyir olsun əziz YouTube kanalımızın izləyiciləri. Bu gün sizlər üçün hər dəfəsindən fərqli olaraq mükəmməl bir xəzinənin göstərəcəyik. Bu kitab həqiqətən də bir xəzinədir. Qarşınızda gördüyünüz bu vəsaitdə o qədər dəyərli məlumatlar var ki, illərlə otursanız, hər yeri araşdırsanız, hələ bu kitabda olan məlumatları öyrənə bilməzsiniz. Söhbət gedir Seymur Rəfiyevin Müsahibədən Qızıl Qaydalar vəsaitindən. Əziz MİQ sertifikasiya imtahanı verən bütün fənlər və ibtidai sinif müəllimləri üçün, yəni bütün müəllimlər üçün keçərli olan yeganə vəsait olan Müsahibə Qızıl Qaydaları vəsaitinin açılışını, göstərişini bu gün sizin üçün göstərəcəyik. Əziz dəyərli müəllimlər, əgər hal-hazırda sertifikasiya imtahanı vermisinizsə, uğurlu nəticənizin şahidisinizsə və bundan sonraki müsahibə imtahanında da uğur qazanmaq istəyirsinizsə, bu vəsaiti mütləq əldə etməlisiniz. Çünki bu vəsait sizə həm müsahibə imtahanını keçmək üçün yüksək bir dəstək olacaqdır. Həm də ki, müsahibə imtahanından sonra da stolüstü vəsaitinizə çevriləcəkdir. Yeganə kitablardan da ki, imtahandan sonra da hər zaman bir müəllim üçün dəyərli olaraq masasının üzərində qalacaq bir vəsaitdir. Vəsaiti reklam eləmirik. Artıq 5 ildir, 2020-ci ildən etibarən bu vəsait işıq üzü görübdür. Və ildən ilə də yeni suallar əlavə olunur və hər il yenilənir. Yenilənmədən çapa göndərilmir. Əziz müəllimlər, bu vəsaitin daxilində 1000-dən çox sual və onun izahı vardır. Dünyagörüşü, psixologiya, kurikulum, pedaqogika və metodikanı özündə cəmləşdirən bir vəsaitdir. Vəsaiti gəlin yavaş-yavaş açaq və içinə baxaq. İlk səhifələrdə sizi salamlayırıq və müsahibə imtahanı haqqında vacib olan məlumatları sizə çatdırırıq. Burada əlaqə nömrələri də var. Ekran skrin edib götürə bilərsiniz. 051 644 31 54 nömrəsi ilə əlaqə saxlayaraq Seymur müəllimin özündən vəsaiti əldə edə bilərsiniz. Müsahibə imtahanı zamanı nə etməlisiniz? İlk növbədə nələrə diqqət etməlisiniz? Burada elə mənim özümün dilindən qeyd etmişəm ki, nələrə diqqət etməlisiniz. Əziz qadın müəllimlər, çox az makiyajdan, çox az deməli gözəllik əşyalarından istifadə edin müsahibəyə gedərkən. Dik oturmalısınız. Müsahibə komissiya üzvlərinin dediklərinə əməl etməlisiniz. Onlarla xoş rəftar etməlisiniz və s. Digər bütün məlumatlar burada qeyd olunubdur. Və başlayır xəzinə ilk səhifələrindən özünü göstərməyə. Dünya görüşü sualları başlayır. Dünya görüşü suallarımız dəhşətli dərəcədə çoxdur və dünya görüş suallarının içindən bəzi məqamları sizə çatdıracaq. Dünya görüş suallarına daxildir vətəndaşların hüquqları, vəzifələri, bizim ölkəmizin nazirləri, daha sonra Qarabağ müharibəsi, 1-ci və 2-ci Qarabağ müharibələri, qələbə tariximiz, Günnüt əməliyyatı, işğal olunan rayonlarımızı, Bərdə və Gəncə bombalanmaları, Vətən müharibəsi və digər bütün rayonlarımızın işğaldan azad olunduğu günlər, bütün qaydalar, qanunlar hər biri özünü bu deməli dünya görüş suallarında cəmləşdirir. Daha sonra təyyarə qəzası, qisas əməliyyatı və daha sizə nələrdən danışım? Gülüstan müqaviləsi, Xəmsə ədəbiyyatımız, şairlərimiz, yazıçılarımız haqqında bütün məlumatlar, heykəltaraşlarımız, şəhidlərimiz, milli qəhrəmanlarımız, təhsil islahatlarımız, konstitusiya haqqında bütün məlumatlar. Yəni müsahibə imtahanında görüb görə bilməyəcəyiniz bütün suallar bu dünya görüşünün içində öz yerini tapır. Daha sonra coğrafi suallarımız da yer alır. Su sərhədləri, quru sərhədləri, adalarımız, materiklər, okeanlar, dənizlər, Azərbaycanın kiçik, böyük rayonları, dünya üzrə okeanlar, dənizlər, planetlər. Yəni ki, canlı bir Google-dur bu kitabımız. Bizim yəni bütün dünya görüşü haqqında hər bir suallar burada yer alır. Və dünya görüşü suallarımızın sayını sizə demək istəyirəm.
özünüz də görürsünüz, atalar sözləri, hər bir şey yer alır və bu yenilənmiş suallardır, hansı ki, arxaya əlavə olunubdur. Ta 454 dənə, 454 ədəd dünya görüş sualımız vardır. Keçid edirik psixologiya suallarımıza. Psixologiya suallarımızda müəllim-şagird münasibətləri, müəllim-valideyn münasibətləri, məktəblə ailənin işbirliyi necə olmalıdır? Özünüzü şagirdlərə necə sevdirməlisiniz? Situasiya suallarımız, baxın, buradan bütün situasiya suallarımızın uzaqdan da olsa şahidi ola bilərsiniz. Yaxından şahidi olmaq üçün mütləq vəsait əldə etməlisiniz. Öyrənmə tərzləri, diqqət əskiliyi, autizm sindromu, təxəyyül, şəxsiyyət, mütaliə nədir? Elə bir şey deyin ki, o heç bir ölkədə olmasın. Temperament tipləri, şagirdin vəzifələri, müəllim vəzifələri, hiperaktiv uşaqlar, əsasən mutis uşaqlar, daha sonra sinifdə deməli, müəllim, valideyn, şagirdin bir-biri ilə münasibətləri necə olmalıdır? Baxın, bu qara olan hər bir şey situasiya suallarımızdır. Yaddaş zəifliyi, aqressiv uşaqlar, diqqət əksikliyi olan uşaqlarla necə davranmaq lazımdır? Psixoloq şagirdlərlə necə rəftar etməlidir? Emosional şagirdlərlə necə rəftar etməlisiniz? Dəstək mühiti necə olmalıdır və s. Deməli, burada bizim suallarımız, baxın, bu yeni suallardır, sonradan əlavə olunubdur. 206 və əlavə də 70 dənə sual, 230-a yaxın, deməli, 280-ə yaxın, daha doğrusu sualımız var. Gəlir kurikulum sualları. Kurikulum suallarında da deməli, bütün kurikulum kitablarında olan suallar bu vəsaitdə yer alıbdır və əlavə olaraq burada niyə dayandım? Onu qeyd etmək istəyirəm ki, müsahibə imtahanında olacaq kurikulum sualları digər kurikulum kitablarında olan suallarla tam olaraq üst-üstə düşmür. Çünki müsahibədə əsasən sizə başqa yöndə kurikulum sualları verilir, ixtisas yönümlü verilir əsasən və yəni müsahibə imtahanında düşə biləcək kurikulum sualları burada yer almışdır və bütün suallar o səviyyədə burada yazılıb ki, sanki siz oturmusunuz, kitabla danışırsınız. Yəni bir insan kimi kitab sizlə danışır, söhbət edir. Sizin başa düşəcəyiniz dildə yazılıbdır. Dünya görüş, psixologiya və kurikulum sualları. Çünki burada elmi sözlərdən biraz az istifadə etmişik ki, müəllimlər hər dildə anlaya bilsinlər ki, müsahibə imtahanında nədən söhbət gedəcəkdir. PIRLS, PISA, TIMSS proqramları haqqında məlumat verilmişdir. Tərs sinif modeli nədir? Qiymətləndirmə, məktəb daxili qiymətləndirmə, beynəlxalq, formativ, kiçik, böyük summativlər, bütün hər bir şey necə olur qiymətləndirmə, hansı formada hesablanır, fəal təlim mərhələləri hansılardır, dərsin deməli mərhələləri hansılardır, sonra refleksiya, analogiya nədir, motivasiyanın yaradılma üsulları hansılardır, dərsin sonuncu mərhələsi necə olmalıdır, daha sonra müəllimin etik davranış prinsipləri. Burada mən ən çox düşə biləcək sualları şifahi olaraq deyirəm sizə ki, sizə rahat olsun kitabı oxuyarkən. Sinif rəhbərini kim müəyyən edir? Bir sinif rəhbəri neçə sinifə sinif rəhbərlik edə bilər? Müəllim məzuniyyəti nə qədərdir? Destruksiya, interaksiya nədir? Daha sonra inteqrasiyanın düzgün qurulması necə olmalıdır? İnteqrasiyanın növləri necə olur? Yəni, bu kitabda hər bir şey yer almışdır. Ta ki, 209 dənə də bizim burada kurikulum sualımız vardır. Əziz müəllimlər, bu kitabı əldə etmək üçün tələsin. Çünki artıq çapdan çıxan kimi çox az qalıbdır, yenidən çapa göndəriləcəkdir. Yenidən çapa göndərilməmiş mütləq kitabı əldə edin. Kitabı əldə etmək üçün 051 644 31 54 nömrəsi ilə əlaqə saxlayıb bütün rayonlara və Bakı ərazisində bütün Azərbaycana poçtla göndəriş mümkündür. Hər birinizə uğurlar arzu edirik. Yalnız bu vəsaiti əldə edərək heç bir dərs proqramına qoşulmadan müsahibə imtahanını %100 əldə edə biləcəksiniz.